Xalqımızın ən ülvi duyğularının, sülhün, birliyin və mərhəmətin simvoluna çevrilən, təbiətin dirilişini müjdələyən Novruzun ab-havası artıq hər bir evdə hiss olunmaqdadır. Üçüncü çərşənbə olan yel çərşənbəsi isə titrəyən budaqların, əsən mehin dili ilə bahar gəlir müjdəsini pıçıldayır. Filologiya üzrə fəlsəfə doktoru Təranə Verdiyeva bildirib ki, Azərbaycan ədəbiyyatında və xalq folklorunda yel çərşənbəsinə aid çoxlu layla, bayatı, nəğmə, atalar sözləri və deyimlər var. Novruz çərşənbələrinin üçüncüsü yel çərşənbəsidir. Torpağın yaranması üçün hərəkət lazım idi. Yel baba yatmış torpağı sirkələyir, oyadır, cana gətirir. Türk mifologiyasında yel baba yel atına minib dünyanın hər yerini gəzir. Yel atı isə qanadlıdır. Qədim türklərin mifoloji təsəvvüründə yel baba 4 cür libas geyinir. Ağ, qara, göy, qırmızı. Qara yel qərbdən, ağ yel şərqdən əsir. Xasiyyəti tez-tez dəyişən adamlar haqqında el arasında belə deyirlər. Elə bil ağ yellə qara yeldir. Bu qədim bayram ovqatını izləmək üçün Samux rayonu Kolayır kəndində qonaq olduq. Kənd sakini Humay Bəşirovanın həyətində əsl bayram ab-havası var idi. Humay xala deyir ki, bu adətlər bizə dədə-babalarımızdan yadigardır. Onları yaşatmaq və gənc nəslə ötürmək olduqca vacibdir. Külək əsir, ağacları sirkələyir, elə bil torpağı qaldırır, oyandırır. Yazın açılışı gəlir, gözəl bax görürsünüz, ağaclarımız çiçəkləyib. Ən gözəl şeydir, hamının gözlədiyi günlərdir. Havalar dəyişir, yaxşı olur. Hamı kimi əlimizdən gələn qədər hər cür yeməklərdən çalışırıq ki, stolumuz bolluq olsun, səmənimiz olsun, hər cür yeməyimiz. Ən başlıcası da plovdur. Günün sonunda süfrələr bəzənir, ailə üzvləri bir araya gələrək çərşənbəni qeyd edirlər. Mərasimin kulminasiya nöqtəsi isə tonqal qalınmasıdır. İnsanlar odun ətrafında dövrə vurur, üzərinə atlanırlar. Bu, xalq inanclarında pisliklərdən təmizlənmə, bərəkət və yenilənmə simvolu kimi qiymətləndirilir.